Salam, hörmətli tamaşaçılar. Efirimizi Hədəf Analitik İnformasiya proqramı davam etdirir. Azərbaycan indi Avropa üçün sadəcə enerji təchizatçısı deyil, bölgədə ciddi siyasi qüvvəyə malik dövlət hesab olunur. Bu fikirləri Avropa İttifaqı Komissiyasının rəhbərinin 13-cü rəhbəri xanım Ursula von der Leyen'in Bakı səfəri zamanı səsləndirib. Əlbəttə ki, Avropa İttifaqı ilə münasibətlərimiz hazırda hansı səviyyədədir? Perspektivlər nədən ibarətdir? Bu proqramımız boyu müzakirə mövzumuz olacaq. Eyni zamanda bu səfər çərçivəsində Ermənistanla münasibətlərimizin normallaşması məsələsi də gündəmə gəlib. Bu da diqqətimizdə olacaq, əziz tamaşaçılar. Eyni zamanda Çin Xalq Respublikasından Hörmüz boğazı ilə bağlı maraqlı bir açıqlama var. Onun mahiyyəti nədir? Yenə də proqram boyu danışacağıq. Sözsüz ki, beynəlxalq məsələlərdə, digər beynəlxalq məsələlərdə vaxtımız olarsa diqqətimizdə olacaq deyərək proqramımıza başlamaq istərdim. Gülşən Paşayeva və Nigar Məmmədova, Azərbaycan Parlamentinin deputatları, xoş gəldilər proqramımıza. Salamlayıram hər birinizi. Hüseyin İbrahimov, siyasi şəxsi. Hüseyin müəllim, siz də Hədəf proqramına xoş gəlmişsiniz. Nigar xanım, sizinlə başlamaq istərdim. Avropa İttifaqı ilə münasibətlərimizin xarakteri artıq daha da yəni bir güzgü effekti ilə müəyyənləşib desək, yəqin ki, yanılmarıq. Çünki qarşı tərəfdən də Azərbaycanın bu ittifaq üçün, dünya üçün əhəmiyyəti haqqında çox mühüm fikirlər səsləndirilməkdədir. Bu nöqteyi nəzərdən Avropa İttifaqı Azərbaycanı sadəcə enerji tərəfdaşı deyil, həm də bölgədə çox ciddi gücə malik dövlət hesab edir. Fikrini bizim üçün necə şərh edərdiniz? Önər müəllim, tam doğru vurğuladınız. Çünki bu səfər yenidən Azərbaycanın nə qədər ağır bir çəkiyə malik olduğunu göstərdi. Bu səfər yenidən Azərbaycanın, siz çıxışınızda da, girişdə də qeyd etdiniz, strateji əhəmiyyətini vurğuladı və Azərbaycan da orta güc kimi həm strateji əhəmiyyəti, həm mövqeyi ilə, həm də ki, bu, bilirsiniz, o mərkəzlər də, istər beynəlxalq təşkilatlar, istər o strateji, o güc, böyük güc mərkəzlərinin Azərbaycana marağını, Azərbaycana davranışını, Azərbaycanla əlaqələrin dərinləşməsində nə qədər maraqlı olduğunu bu səfər bir daha da və bəyanatlar və mesajlar onu göstərdi. Bilirsiniz, 2022-ci ilə gəlin qaydaq və Azərbaycan Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri, Ursula xanımın Azərbaycana səfərini gəlin bir təhlil elə bir neçə cümlə ilə. Çünki o səfər çərçivəsində həm bilirsiniz, Avropanın çox çətin bir vəziyyətində səfər Azərbaycana baş tutmuşdu və Azərbaycan özünü etibarlı tərəfdaş kimi, həm Azərbaycanın simasında etibarlı tərəfdaş, yeni bilirsiniz, o addımlar atılırdı. Enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədin imzalanması və 2022-2026-cı ildə bu dövr ərzində Azərbaycan öhdəliklərini o qədər bilirsiniz, yüksək səviyyədə yerinə yetirdi. Paralel olaraq 2022-ci ildə Azərbaycan qələbə əldə etmiş dövlət idi. Azərbaycan bu dövrdə, 2023-cü ildə Azərbaycan suverenliyini bərpa edir, ərazi bütövlüyünü bərpa edir. Bu dövrdə Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənədi imzalayır. Azərbaycan bir yerdə durmur. Azərbaycan Çinlə hər tərəfli strateji əməkdaşlıq haqqında sənədi imzalayır. Və Avropa İttifaqının da marağı günü-gündən Azərbaycanın geosiyasi, həm regional geosiyasi reallıqları da nəzərə almaq lazımdır. Bu fonda da Azərbaycana o maraq, Azərbaycanın əhəmiyyəti artır. Və siz güzgü effektini vurğuladınız. Əlbəttə ki, burada əgər 2022-ci ildə o bir tərəfli Azərbaycana bilirsiniz, yanaşma, burada Azərbaycana o maraq, Azərbaycandan gözləntilər, Azərbaycanın potensialı, Azərbaycanın mövqeyləri beynəlxalq arenada və görün neçə güc mərkəzləri ilə Azərbaycanın əməkdaşlığı, orta dəhliz, indi biz proqram zamanı boyu bunu müzakirə edəcəyik. Azərbaycanın Mərkəzi Asiya, Azərbaycan orta dəhlizdə elə bir rolu var ki, yeganə dövlətdir ki, Azərbaycansız orta dəhliz mümkün deyil, amma orta dəhliz Avropa üçün nə qədər əhəmiyyət kəsb edir. Ona görə Avropa İttifaqı bugün iki tərəfli, bəli, Azərbaycanın, bəli,
tam doğru vurğulayırsınız, əlbəttə yəni sualı qoyursunuz, əlbəttə başa düşdülər. Azərbaycanın potensialını başa düşdülər. Azərbaycanın nəqliyyat cənab prezidentin o yürütdüyü müstəqil iqtisadi siyasətinin reallıqlarını başa düşdülər. Enerji diplomatiyasının, nəqliyyat diplomatiyasının Azərbaycanın yaratdığı geosiyasi reallıqları anladılar. Və əlbəttə ki, burada nə vacibdir? O güzgü effekti, o iki tərəfli əməkdaşlıq vacibdir. Çünki o iki tərəfli əməkdaşlıq olmasa, bu uzun müddətli strategiya sürülə bilməz, davamlı ola bilməz. Çünki Azərbaycan tam bir fərqli mövqe tutur. Bəli. Əziz tamaşaçılar, Ursula von der Leyen, yəni Avropa İttifaqı komissiyasının, Avropa Komissiyasının rəhbəri Prezident İlham Əliyev haqqında fikirlər səsləndirərkən bildirdi ki, Gülşən xanım, sülh gündəliyini siz yaratdınız. Bu ifadə sadəcə bir söz idimi? Yəni iki tərəfli danışıqlarda biz bilirik, yəni diplomatik jestlər göstərilir. Yoxsa Ursula xanım daha dərin mesaj vermək istədi bu sözləri ilə? Çox yaxşı sualdır. Olarsa mən bir qədər də genişləndirim mövzunu. Buyur. Çünki 22-ci ildə bayaq çox gözəl o məsələlərə diqqət nəzər saldı Nigar xanım. Deməli 22-ci il nə üçün vacibli idi? Çünki 22-ci ildə Avropa İttifaqı ilk dəfə başa düşdü ki, onlar öz deməli asılılığını Rusiyadan hökmən diversifikasiya eləməlidirlər. Ona görə onlara yeni marşrutlar lazım idi. Ona görə bu bölgəyə artıq maraq artdı və biz bayaq qeyd edilmiş anlaşma memorandumunda da o kontekstdə ola bilsin ki, şərh edə bilərik. Bu mənada Azərbaycan əlbəttə ki, vacib bir aktora çevrildi. Məhz bu regionda. Ona görə orada o sənəddə birinci xətt kimi enerji təhlükəsizliyi gedirdi. Ancaq biz ondan sonra davam edən bu illər ərzində gördük ki, vəziyyət get-gedə davam eləyir. Yəni, müharibə Ukraynada gedir. Avropa İttifaqı ilə Rusiya münasibətləri olduqca gərgin olaraq qalmaqdadır. Və bütün dünyada əgər baxırıqsa ümumiyyətlə bu yollara, bu marşrutlara, dəhlizlərə görürük ki, məhz Azərbaycandan keçərək Avropa İttifaqı ilə Asiyanı birləşdirən, doğrudan da bayaq Nigar xanım qeyd edən həmin orta dəhliz olduqca aktualdır. Və onu da Azərbaycan belə baxsaq yaradıb, çünki infrastruktur illər ərzində qurulub. Cənubi qaz dəhlizinin yaradılması ilə enerji baxımından Azərbaycan Avropa İttifaqı ilə enerji istiqamətində öz münasibətlərini daha da arttırdı və bugün hal-hazırda cənab prezident çıxışında qeyd elədi ki, 10 Avropa ölkəsinin üzvü ilə biz artıq birbaşa onlara qaz göndəririk. Bu onu göstərir ki, enerji təhlükəsizliyində inkişaf var. Ancaq mən dediyim sonraki illərdə regional baxımdan olduqca vacib bir rolu artıq bağlantılar oynamağa başladı. Və o bağlantı biz göstərir, regional bağlantılar. Bu Avropa İttifaqı ilə Azərbaycan arasında ikinci vacib istiqamətdir ki, o istiqamət ətrafında bugünkü artıq danışıqlar onu göstərir. Yəni onların marağı məhz Azərbaycanın infrastruktur baxımından, kömək eləmək baxımından, yəni bu yolu biz götürürüksə, məhz orta dəhlizi, dəniz limanlarına, eyni zamanda Naxçıvandakı hissəni ki, dəmir yolunu biz yenidən orada bərpa eləməliyik və qaytarmalıyıq ki, o daha fəal şəkildə Türkiyə ilə birləşərək artıq orta dəhlizi məhz Zəngəzurdan keçərək həyata keçirə bilsin. Bu mənada Avropa İttifaqı burada artıq yeni bir özünün marağını göstərir və istəyir ki, bu mənada məhz Cənubi Qafqazla gətirib Mərkəzi Asiyanı yaxından birləşdirsin, çünki bağlantılar onun üçün vacibdir. Və biz eyni zamanda C6-ya birləşməklə artıq birbaşa yeni bir siyasi reallıq ortaya qoymuşuq. Ancaq mən indi sizin sualınıza qayıdıram, təhlükəsizlik. C6 dediyi Gülşən xanımın, yəni 5 Mərkəzi Asiya ölkəsi üstəgəl Azərbaycan formatı nəzərdə tutulur. Və üçüncü təhlükəsizlik yeni bir formatda Avropa İttifaqı ilə. Çünki bilirsiniz ki, bu istiqamət həmişə qıraqda idi. Ancaq indi məhz Azərbaycan Ursula von der Leyen doğrudan da öz çıxışında onu qeyd elədi ki, məhz Azərbaycan o təşəbbüsünə, sülh gündəliyi ilə Ermənistana çıxdı və Ermənistan da onu dəstəklədi və bunun nəticəsində artıq belə baxsaq Azərbaycan və Ermənistan arasında normallaşma prosesi gedir və bu proses artıq bir tərəfdən Avropa İttifaqı üçün də olduqca yeni bir reallıqdır. Çünki indiyə kimi region parçalanmış bir vəziyyətdə idi. İndi isə region artıq vahid bir formaya, Cənubi Qafqaz formasına gəlib çıxa bilər. Ona görə o öz çıxışında da qeyd elədi ki, məhz bu mənada onlar 20 milyon avro
müəyyən məbləğ qoyurlar ki, sülh proseslərinə Azərbaycan və Ermənistan arasında bu proseslərdə onlar da öz maraqları ilə çıxış edirlər ki, kömək eləsinlər. Yəni, bu xalqlar arasında, bu millətlər arasında əgər biz sülhü danışırıqsa, biz de facto, cənab prezident demişkən, sülh şəraitində yaşayırıq. Ancaq bu prosesi genişləndirmək üçün, yadınızdadırsa, bizdə sülh köprüsü deyilən gözəl bir layihə həyata keçirilir ki, vətəndaş cəmiyyəti artıq təşkilatları hər iki ölkədən, həm Azərbaycanda, həm də Ermənistanda görüşürlər. Yəni, bax, bu istiqamətdə də səyləri artırmaq üçün məncə Avropa İttifaqı çox maraqlıdır. Gülşən xanım, orada yəni siz vurğuladınız Azərbaycanın sülh gündəliyini müəyyənləşdirməsi. Bəli. Yəni, bu məncə həm də bir strateji məna daşıyır. Çünki Avropa yəni komissiyasının rəhbərinin Azərbaycan prezidenti ilə görüşdə vurğulaması ki, sülh gündəliyini məhz siz müəyyənləşdirirsiniz. Bu yenə də güzgü effekti ilə kolossal bir şəkildə, çox böyük, ciddi şəkildə Ermənistandakı revanşistləri hərəkətə gətirib, İrəvanda görüşsü mitinqləri və o cümlədən də erməni diasporunu və onun arxasında dayanan qüvvələri. Bu artıq strateji seçim anıdırmı Avropa İttifaqı üçün Azərbaycan lideri və məhz Azərbaycan üzərindən Cənubi Qafqaz siyasətini müəyyənləşdirir? Yəni, bu cür sizdən bir strateji kimi soruşuram. Yəni, belədirmi məsələ? Bəli, inanmıram. Çünki yəni, biz yenə də real baxırıqsa, yadınızdadırsa, bu ilin mayın 4-də Avropa İttifaqının, yadınızdadırsa, birliyi, Avropa Siyasi Birliyinin də bir konferansı keçirildi, samiti keçirildi Ermənistanda. Yəni, biz bir tərəfdən başa düşürük ki, Ermənistan hökuməti bugün Paşinyan yenə hakimiyyətdə qalıb və onun əsas ideyası o idi ki, biz sülh istəyirik Azərbaycandan. Ancaq Azərbaycan burada vacib rol oynayır. Nə üçün? Çünki Azərbaycan, belə baxsaq, indiyə kimi Ermənistan onsuz da o əraziləri işğal eləmişdi və heç bir sülh də biz əldə edə bilməzdik. Məhz bizim qələbəmizlə biz özümüzün, bayaq Nigar xanım demişkən, suverenliyimizi və ərazi bütövlüyümüzün artıq 23-cü ilin sentyabrında antiterror əməliyyatı ilə əldə etdikdən sonra, tam təmin edəndən sonra artıq biz tam açıq idik. Cənab prezident də onu qeyd elədi ki, bəs bu işğaldan sonra bizdə müəyyən məhdudiyyətlər var idi, tranzitə və s. Bütün o məhdudiyyətlər niyə görə götürüldü? Çünki Azərbaycan artıq bütün dünya miqyasında onun tanınan deməli ərazilərindədir. Və bu mənada biz öz qonşularımızla dostluq münasibətlərini məhz yaratmaq istəyirik. Bu mənada Ermənistan hökuməti də və Paşinyan hökuməti bu mənada müəyyən addımlar atdılar və Vaşinqtonda həmin imzalanmış birgə bəyannamədə də hər bir ölkənin özünün öhdəliyi var və cənab Trump da orada öz şahid kimi imzasını qoyub. Eyni zamanda artıq sülh sazişi də paraflanıb. Ona görə biz demək olar sülhə çox yaxınıq və o istiqamətdə də gedirik. Ona görə biz əgər baxırıqsa Avropa İttifaqına, Avropa İttifaqı özü belə baxanda sülh nəticəsində yaranmış bir qurumdur, belə götürsək, sui generis. Yəni ona heç belə hansısa bir, necə deyim, hansısa bir təşkilat da demək olmaz. Bu artıq məhz yadınızda Almaniya və Fransa, bunu siz məndən də gözəl bilirsiniz, aparılan o uzun müddətli onların qarşı durması nəticəsində sonunda 2-ci Dünya müharibəsindən sonra bu Avropa İttifaqının gündəmə gəlməsi özünə görə bir sülh layihəsi idi. Ona görə Avropa İttifaqı bu baxımdan... 19-cu əsrdən saraylarda bu ideya var idi, Avropa saraylarında. Bəli, saraylarda var idi, ancaq onu reallaşdırmaq çətin idi. Çünki Fransa və Almaniya arasındakı problemlər çox ciddi olaraq qalmaqdaydılar. Ona görə bugünkü reallıqda biz baxırıqsa, məhz Avropa İttifaqının əlbəttə bu bölgədə sülhün olmasında marağı var və biz inanmaq istəyirik ki, bu maraq doğrudan da realdır və Azərbaycan tərəfi də əlbəttə ki, sülhü həmişə bəyan edib və indiki reallıqda da biz... Seçimin bizim üzərimizdən olması, yəni artıq bu işarə deyil, real şəkildə açıqlayırlar. Mesajlarda da, bəyanatlarda da görün nə söyləyir Avropa Komissiyasının prezidenti? Sabitliyi qoruyan, əməkdaşlığı təşviq edən və beynəlxalq tərəfdaş kimi həmçinin də potensialı olan nəqliyyat, logistika dəhlizlərini Azərbaycandan keçməsini də nəzərə alaraq Azərbaycan böyük bir və vacib bir rol oynayır. Yəni bu mesajlar, bəyanatlarda bunu açıq şəkildə deyilir və cənab prezidentin də siyasətinin çıxışın əvvəlində sizin yürütdüyünüz siyasətin, yəni nə qədər liderliyinin cənab prezidenti, yəni bu liderlik bir sözün altında həm bilirsiniz strategiyadır, həm
bilikdir, həm bütövlükdə bu yürüdülən çoxşahəli siyasətdir, həm diplomatiyadır, enerji diplomatiyasıdır, nəqliyyat diplomatiyasıdır, həm o qonşularla Gülşən xanım çox gözəl vurğuladı, aparılan bu regional inteqrasiya ilə bağlı atılan addımlarda qonşuların qonşuları ilə. Ona görə yəni, sonradan artıq bu cümlələrdən sonra demək ki, sabitliyi qoruyan və əməkdaşlığı təşviq edən, o ki, çıxışının əvvəlində o liderlikdir, nümunəvi liderlik. Yəni, bu bütövlükdə, yəni bütün bunların müəllifi həmən o sizin yürütdüyünüz siyasətdir. Ona görə də, əgər siyasətdirsə, deməli, Azərbaycan bütün bu prosesin əvvəlində qalır və bugün də o deyilən sözlərlə Azərbaycan nümunəvi rolunu Avropa İttifaqı qəbul edir. Bilirsiniz, həmçində mən oponentimin vaxtına bir qısaca... Ona bolluca söz verəcəm zaten. Gülşən xanım demək 20 milyonu burada qeyd etdi. Orada 200 milyondan nəqliyyat infrastrukturundan söhbət getdi. Sonradan 2 milyard özəl və özəl sektor tərəfindən, müxtəlif mənbələr tərəfindən investisiyanın qoyulması, hansı ki, nəqliyyat, logistika infrastrukturunun təkmilləşdirilməsi, burada limanlardan, dəmir yollarından söhbət gedir. Bilirsiniz, bundan öncə əgər mesajlar səslənirdisə, burada rəqəmlər səslənir. Rəqəmlər səslənirsə, deməli, dəqiq strategiya yürüdülməsi niyyətindədir. Yəni, bu çox vacibdir. Avropa İttifaqı dəqiqliklə siyasət ikitərəfli, faydalı, hörmət, etimad əsasında hörmət, etimad elə olub. Yəni, Azərbaycan özünə məxsus yeri, özünə yəni, imici ilə, avtoritetlə, amma burada artıq o uzun Avropa İttifaqının daima qısa müddətli strategiyalar olub. Proqram icra olundu, bitdi. Burada artıq o elə rəqəmsal əməkdaşlıq platformasının Gülşən xanım çox vacib, hansı ki, həm enerji, həm nəqliyyat sektorlarını, rəqəmsal sektorunu əhatə edir. Bunun özünün gələcəkdə qurulması, o platformanın yəni təsis edilməsi, bu özü o deməkdir ki, biz Azərbaycanla uzun müddətlik bir strategiyanı yürütmək niyyətindəyik. Mən burada təklif edərdim ki, cənab prezidentdən Avropa İttifaqı ilə münasibətlərimizi məhz xarakterizə edən bir iqtibasa baxaq, sonra sizinlə davam edəcək. Buyurun. Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədi ilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40%-dən çoxu üz dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70%-i Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik. Bu baxımdan biz enerji sahəsində strateji tərəfdaşlıq haqqında anlaşma memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üz dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65% artmışdır. Bugün qaz ixracımızın yarısı Avropa İttifaqının üz dövlətlərinə gedir və bütövlükdə Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır. Bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Hüseyn müəllim, sizin gəlin ümumi fikrinizi soruşaq. Hazırda Avropa İttifaqı ilə münasibətlərimiz hansı mərhələdədir? Çünki nə üçün bu sualı sadə görünsə də verirəm. Yəni, nümayəndə heyətinin tərkibinə xüsusi diqqət etdim. Orada müxtəlif komissarlar var idi. O cümlədən də vaxtilə Verhoegenin o məşhur, bilirsiniz, tutduğu vəzifəni tutan şəxs də var idi. Yəni, genişlənmə komissarı və s. Avropa İttifaqı bu mərhələdə bizim bölgəmizə, Cənubi Qafqaza və balanslaşdırılmış siyasi xətti ilə seçilən maraqların, necə deyərlər, çoxlaşdırılması məsələsində böyük təcrübəyə malik olan Azərbaycanı lider, bölgənin lider ölkəsi kimi seçdik kimi ona işarə edən mesajların verilməsini siz hansı mənada oxuyursunuz? Buyurun. Təşəkkür edirəm Elvan müəllim. Hörmətli Milli Məclis üzvlərimiz,
Məsələnin mühüm tərəflərinə toxundular. Burada siz balanslaşmış bir ifadə işlətdiniz. Vaxtilə Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrlərdə, yeni dövrlərdə, ərazilərimiz işğal altında olduğu dövrlərdə Azərbaycan məcburən müəyyən dövrlərdə balans axtarmaq məcburiyyətində idi. Ancaq biz artıq 21-ci əsrin ilk 10 illiyində dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışlarına nəzər salsaq, o zaman görürük ki, dövlətimizin başçısı bildirir ki, Azərbaycan artıq dünyada balans axtarmır. Və bu kimi məsələlər pillə-pillə, addım-addım Azərbaycanı suverenliyini və Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini şərtləndirən mühüm amillər oldu. Və biz bugün görürük ki, dünyanın bir çox proseslərindən, yaxın və orta şərqdə bir sıra məsələlərdə ləngimiş Avropa İttifaqı indi artıq Cənubi Qafqazda məhz Azərbaycanın timsalında bir balans axtarır. Bax, bu özü çox maraqlı bir məsələdir. Çünki onlar gözəl anlayırlar ki, bu balansı Azərbaycanla münasibətlərin həm Avropa Şurası çərçivəsində gələcəkdə, eləcə də Avropa İttifaqı çərçivəsində Azərbaycanla münasibətlərin möhkəm əsaslarla qurulmadan bu balansı Cənubi Qafqazda, eləcə də yaxın və orta şərqdə saxlamaq qeyri-mümkün məsələlərdəndir. Təbii ki, bu Azərbaycanın uğurudur. Və yenə də qeyd edirəm, dövlətimizin başçısının çox uğurlu və mükəmməl xarici siyasət kursunun nəticəsidir bu məsələlər və burada hörmətli Milli Məclis üzvlərimiz də qeyd etdi, o Azərbaycanın orta dəhliz, Azərbaycan həm də nəinki demək, orta dəhlizin nəqliyyat, deməli, iqtisadiyyat və digər infrastrukturun keçdiyi bir mərkəz, həm də sanki bir mədəniyyət koridorunun, dünyanın bir orta dəhlizin bir mədəniyyətinin, həm də ki, gələcəkdə yaşıl enerji təchizatının da bir böyük bir koridoruna çevriləcək bir ölkədir. Və təbii ki, bu münasibətlər, bu gedən proseslər onu deməyə əsas verir ki, Avropa İttifaqının üzv dövlətlərin, dövlətimizin başçısının biz çıxışını da dinlədik ki, bəli, Azərbaycanın Cənubi Qafqazda o 70% Avropanın idxal dövriyyəsində Cənubi Qafqazda 70%, yəni Azərbaycanın rolu göstərir, var və bu 70%-dən çoxdur. Və bu, təbii ki, bu kimi məsələlər, bu amillər həmin məsələlərin Avropa İttifaqı çərçivəsində də diqqətdə saxlanılmasını zəruri edir. Ticarət dövriyyəsini yəqin nəzərdə Bəli, ticarət dövriyyəsini. Və bu ticarət dövriyyəsi eyni zamanda həmişə Azərbaycanın orta dəhlizin gələcək rolunun artması, Azərbaycan-Ermənistan arasında sülhün imzalanması prosesində bu ticarət dövriyyəsində Azərbaycanın önəmi daha da artacaq və bu önəm həm infrastruktur layihələrin, eyni zamanda həm də yaşıl enerjinin özünün ixracı məsələsində və bugün həm də Azərbaycan bu enerjinin ixracı məsələsinin əsas prioritetlərini yaxın illərdə qarşıya qoyan ölkədir və bütün bunlar hamısı təbii ki, bu məsələlərin bir araya gətirilməsinə tələb edir. Avropa İttifaqı demək olar ki, bir sıra dünyada gedən proseslərdə bu günlərim deməli o balansı yaratmaq üçün, o balansı axtarmaq üçün biz gördük Suriyada müəyyən məsələlərlə bağlı münasibətlərini bildirdilər və eyni zamanda həm Rusiya-Ukrayna arasında gedən münasibətlərlə bağlı Cənubi Qafqazda gedən proseslər, xüsusən Azərbaycan-Ermənistan arasında gedən məsələlərlə bağlı biz burada həmin nümayəndə heyəti üzvləri olan insanların fikrində müxtəlif fikirlər eşitdik. Ancaq bugünkü proseslər onu deməyə əsas verir ki, bugünkü gedən proseslər onu deməyə əsas verir ki, artıq onlar Avropa İttifaqı üzv dövlətlərin, ən mühüm dövlətlər ki, burada həll edici sözə malikdir. Eyni zamanda bu dövlətlər həm də Avropa Şurasında həll edici sözə malikdir və həmin dövlətlər artıq Azərbaycanın bu regionda, Cənubi Qafqazda bu günlərin önəmli dövlət olmasını və əsas lider dövlət olmasını deməklə bərabər, indi bugün dillərinə bəlkə də gətirməsələr də onlar çox gözəl anlayır ki, Azərbaycan artıq yaxın və orta şərqin
və eyni zamanda Avropa və Cənubi Qafqaz münasibətlərinin də beynəlxalq münasibətlər dövriyyəsində arator rolunda çıxış edən önəmli dövlətdir. Düzdür, bəzən bunu etiraf etmirlər, yəni açıq şəkildə. Ancaq həqiqət belədir ki, bu günlərim Azərbaycan yalnız Cənubi Qafqazın deyil, həm də Yaxın və Orta Şərqin, eləcə də dünyanın mühüm beynəlxalq münasibətlərin əsas mühüm dövlətlərindən birisidir. Və bütün bunların hamısı təbii ki, bugünkü deməli Azərbaycana səfər etmiş xanım Ursula von der Leyen'in çıxışında və onun səmimi çıxışında dövlətimizin başçısı ilə görüşündə səsləndirdiyi fikirlər və bu fikirlərin həm müqayisəli, həm yaxın bir tarixi mərhələli şəkildə təhlili prosesi onu deməyə əsas verir ki, gələcəkdə artıq yaxın və orta şərqin bir çox proseslərinin, sülh yaratma proseslərinin, eləcə də sülh yaratma modelinin məhz önəmli bir faktor kimi Azərbaycan təcrübəsi də yəqin ki, bu ittifaq dövlətlərinin müəyyən anda köməyinə çatacaq. Çünki Azərbaycan bu günlərim həm də bu kimi prosesləri, yəni bugün biz görürük ki, Avropa İttifaq dövlətləri həm də ki, Ermənistana seçkidən öncə və seçkidən sonra bir sıra səfərlər etdilər və orada müəyyən maliyyə yardımlar etdilər. Ancaq onlar gözəl anlayırlar ki, bu sülh konsepsiyasının əsas ideya müəllifi məhz Azərbaycandır. Çünki Azərbaycan dövləti başçısının səsləndiyi fikir ondan ibarətdir ki, biz burada əsas sülh ondan ibarətdir ki, dayanıqlı sülhün, möhkəm sülhün, davamlı sülhün əldə olunmasından söhbət gedir. Bu baxımdan Ermənistan tərəfinin də öz mövcud konstitusiyasının deməli əlavə dəyişikliklərin edilməsi çox haqlı olaraq tələb olunur və bütün bunlar hamısı bütünlükdə bugünkü Avropa-Azərbaycan münasibətlərinin məhz Avropa İttifaqı Azərbaycan münasibətlərinin də çox önəmli amillərin demək xəbər verən məsələlərdəndir. Hüseyn müəllim, əslində yəni bizim dövlətimiz elə ərazilərimiz işğal altında olduğu zaman da öz sözünü deyib beynəlxalq münasibətlər sistemində sizin dediyiniz kimi yəni yaxın şərqin və bütövlükdə regionun natiqi olub, yəni sözünün arator dediyiniz yəqin bunu nəzərdə tuturdunuz. Sözünü hər zaman deyib ölkəmiz. Amma nə üçün indiki məqamda Avropa yəni komissiyasının və bütövlükdə Avropa İttifaqının Azərbaycana bu cür münasibətini biz görürük. Bizi strateji tərəfdaş adlandırır Avropa İttifaqı. Bu strateji tərəfdaş adlandırmağının səbəbi nədir? Bəlkə reallıqlar bizim xeyrimizə tamamilə dəyişir və biz bunu dəyişmişik. Yəni bu kontekstdən baxanda məsələyə necə münasibət bildirə bilərsiniz? Bilirsiniz, bəlkə artıq tamamilə güc balansı bizim xeyrimizdədir bax bu kontekstdə. Bilirsiniz, hazırda Elnar müəllim, beynəlxalq münasibətlər dünyada çox ciddi şəkildə tez-tez dəyişir və bugün strateji müttəfiqlik anlayışının əvvəlki dövrlərlə münasibətdə çevikliyi də bir qədər sürətlənib, çevikliyi də artıb, yeni yaranan texnologiyalar, yeni yanaşmalar, yeni nəqliyyat infrastrukturlarının çox sürətli inteqrasiyası, xüsusən süni intellekt sahəsində olan və bunun iqtisadi məsələlərdə transfer edilməsi amilləri, bütün bunlar artıq strateji tərəfdaş anlayışının bir çevik modelə çevrilibdir artıq. Əgər əvvəllər dövlətlər strateji anlayış, strateji tərəfdaşlıq deyəndə bir hardasa bir 30 ilin, 50 ilin əməkdaşlığı nəzərdə tutulsa, bugün strateji əməkdaşlığın sürəti o qədər, dünyada proseslərin sürəti o qədər genişlənib ki və o qədər sürət artıb ki, artıq bu strateji tərəfdaşlığın özü bir artıq beynəlxalq münasibətlərin, dövlətlər arası münasibətlərin bir taktikasına çevrilibdir. Və bugün də strateji əməkdaşlıq eyni zamanda dünyanın qlobal tendensiyası, qloballaşan maraqlar və bugün Azərbaycan Avropada TAP layihələri vasitəsilə ötürülən qazın və bu istiqamətdə indiyə qədər deməli bir çox enerji resurslarının və bütün bunların hamısı onu göstərir ki, bu strateji əməkdaşlığı bəli Azərbaycan əslində çoxdan başlayıbdır və bu günlərin onların bu strateji əməkdaşlığı önəmi sadəcə dilə gətirməsi və ifadə etməsi onu göstərir ki, təbii ki, Azərbaycanın yaxın 5 ildə, yaxın 10 ildə Avropa üçün, eləcə də yalnız Avropa üçün deyil, dünyada, dünya siyasətində önəmi daha da çox artan, genişlənən bir dövlət olacaq Azərbaycan və bugünkündən daha da güclü, daha da mükəmməl bir şəkildə. Çünki Azərbaycan dünyanın strateji əməkdaşlıq münasibətlərində yalnız bir amil əsas götürmür.
burada Azərbaycan həm mədəniyyətin, deməli, əməkdaşlığı sferasını həm iqtisadiyyatın, həm siyasətin, həm bütünlükdə isə kompleks halda gələcəkdə yaşıl enerjinin özünün ixracı məsələsi kimi amillərin və eyni zamanda Avropa İttifaq dövlətləri ilə Azərbaycan arasında demək, süni intellekt sahəsində və bunun idarə etməyə gətirilməsi və bunun dövlətlərarası münasibətlərdə həmin bu orta dəhlizin roluna tətbiqi məsələlərində Azərbaycan həm də önəmli, yeni, modern, strateji əməkdaşlıq, taktika və strategiyalarını da özü üçün əsas prioritetlərdən hesab edir. Və bu baxımdan bu strateji əməkdaşlığın məhz Azərbaycan amilində, Azərbaycan timsalında seçilməsində Avropa İttifaqı təbii ki, yanılmayıbdır və onlar çox gözəl anlayırlar ki, bu yalnız Azərbaycanı əsas dövlət kimi, əsas Cənubi Qafqazda demək, tərəfdaş kimi seçməklə məhz bu strategiyanı, bu strateji əməkdaşlığı davam etdirib, sürətləndirmək, möhkəmləndirmək və bunu lazım olan məqsədlərə deməli, bütün sahələr üzrə istiqamətləndirmək olar. Bu baxımdan demək olar ki, indi Avropa İttifaqı məhz Cənubi Qafqaz siyasəti məsələsində belə desək, xalq dilində desək, haqqın yolunu tapıb. Burada bir icazənizlə oponentim çox vacib məqamlara vurğuladı. İstər yaşıl enerji ilə, istər strateji tərəfdaş kimi Azərbaycan mövqeyini. Bilirsiniz, istər Avropa İttifaqı. Avropa İttifaqı bugün Avropa Komissiyasının prezidentin səfəri çərçivəsində biz nə gördük? Siyasi dialoqun gücləndirilməsini gördük. Biz nəqliyyat, enerji, rəqəmsal, bağlantılar, təhlükəsizlik, bir çox, istər yaşıl keçid, bir çox istiqamətlərdə əməkdaşlığın dərinləşməsi, həmçinin də yeni istiqamətlərdə əməkdaşlığın fundamentin gücləndirilməsini gördük. Biz bunu gördük. Amma bunlar yeni bir... Həm də onu görmədinizmi siz? Yəni, gəlin bir qədər də pragmatik yanaşaq məsələlərə. Real siyasət, bax, bugün nədir? Ona elə Avropalıların öz terminlə desək, o cür yanaşaq. Rusiya ilə münasibətləri çox pisdir və gərgindir. Ermənistanın da Rusiya ilə münasibətləri həddən artıq çox gərgindir və pik həddindədir. Hətta ən müxtəlif senarilər haqqında danışılmaqdadır. Belə bir vaxtda Azərbaycana gəlib yəni bu mesajları verməsini siz təsadüf sayırsınızmı? Yoxsa artıq və biz bir cümlə də işlətdik. 2022-ci ildə Rusiya qazımızı kəsəndə Azərbaycan sözünün üstündə dayandı. O cümlədə də sətr altı deyil idi, açıq idi hətta. Buyurun, açıq idi. Amma mən bu fikrimi bitirim. Demək, o layihələrlə istər Avropa İttifaqı olsun, istər digər böyük güc mərkəzləri olsun, Azərbaycana gələndə reallıq bilirsiniz nədir? Azərbaycan öz gücü, öz potensialı gücünə o layihələrin, istər o infrastruktur olsun, istər yaşıl enerji. Bugün yaşıl enerji keçidindən danışırıq biz Avropa ilə Cənubi Qafqaz arasında, düzdür? Amma Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz arasında yaşıl keçid dəhlizindən Azərbaycan bunu hələ COP29 vaxtından Azərbaycan bunu danışır, həmçində iqtisadi bunun tərəfləri təhlil olunur və s. Yəni Azərbaycan hər tərəfdən, istər yaşıl keçid, istər yaşıl bərpa olunan enerji baxımından, istər data mərkəzləri ilə bağlı, istər nəqliyyat infrastrukturu ilə bağlı, istər dəmir yolu, istər liman, Bakı limanı ilə Azərbaycan hazırdır. Bunlar sadəcə olaraq hazır layihələrin davamıdır. Hazır istər bərpa olunan bizim bu işlərimizə 20 milyon yəni bir sərmayənin qoyulması. Burada da Azərbaycan öz potensialını, öz proseslərini, öz işini, öz həmrəylik, burada Azərbaycan həm özəl, həm dövlət sektorunun həmrəyliyini görür. İşlər aparılır. Amma Türk dünyasından da o investisiyanı biz görürük. Avropa İttifaqının tərəfindən də o investisiyanı görürük. Amma Azərbaycan bunu öz gücü ilə, istər infrastrukturunu təkmilləşdirir. Hər bir layihəni Azərbaycan edir. Ona görə Azərbaycan maraqlı, mənim sözümün ona gətirib çıxarıram. Azərbaycan maraqlı tərəfdaşdır. Azərbaycan öz üzərində o müstəqil iqtisadiyyat ki, biz deyirik, cənab prezidentin o yürütdüyü siyasətin aparıcı istiqamətlərindən də bir müstəqil siyasəti. Ona görə Azərbaycana bu, deyirik, Avropa İttifaqının meyli, marağı, etibarlı tərəfdaş kimi. Təbii ki,
Azərbaycanla əməkdaşlığı dərinləşməsinə maraqlıdır. Keçək sizin sualınıza. Bugün, nə ki bugün, biz bunu Ermənistanda keçirilən seçki qabağı kampaniyasında da gördük biz. Avropanın Ermənistanla əlaqələrinin hansı fonda olduğunu, həmçinin seçkilərdən sonra da bugün elə yəni prezidentin, Avropa Komissiyasının prezidenti Azərbaycandan sonra Ermənistana səfəri zamanı, yəni bu məsələlər də müzakirə olunurdu. Amma Ermənistan hansı mövqeyi tutacaq? Yəni bu maraqlıdır. Çünki Ermənistanla Rusiyanın əlaqələri, həm iqtisadi əlaqələri, həm Ermənistanın istər Avrasiya İqtisadi Birliyində, ittifaqında üzv olması, həm kollektiv təhlükəsizlik müqaviləsində üzv olması, yəni mesajlar verilə bilər. Bugün hətta o mesajlarla, istər Rusiya tərəfindən o atmaca mesajlarla, istər Ermənistan baş naziri tərəfindən də bu yaxınlarda, bu günlərdə o Avrasiya İqtisadi Birliyi haqqında deyilən sözlər, yəni sadəcə burada söz müharibəsi ola bilər, söz dueli də ola bilər. Amma real vəziyyət burada əlbəttə ki, həm Avropa Birliyi ilə əməkdaşlığın yürüdülməsidir, həmçinin də o Avrasiya İqtisadi Birliyindən çıxma, yəni bu gərək uzun müddətli bir strategiyadır. Çünki Avrasiya İqtisadi Birliyi həm gömrük rüsumları ilə bağlı, həm Rusiyanın bazarının Ermənistana, düzdür, bugün Avropa Birliyi bu bazarın təmin edilməsi ilə bağlı deyə bilər. Amma təcə bilirsiniz, o bazar bu məsələlərin içində, bu məsələ siyahının daxilində çox kiçik bir məsələdir. Burada kapitaldan söhbət gedir, burada iri vergi ödəyicilərindən söhbət gedir, məşəli Rusiya olan. Yəni burada bir çox məsələlər var ki, əlbəttə ki, Ermənistan da bu siyasəti, yəni balanslaşdırılmış bir siyasət yürüdəcək ki, həm Avropa Birliyi, nədir Avropa Birliyi? İnvestisiyalardır, proqramlardır, burada sərmayələrdir ki, layihələrdir, uzun müddətli layihələrdir. Bunu da əldən verməmək, amma Rusiyada, yəni bu tarixə bağlıdır. Amma Rusiyada deyir ki, seçimini et. Yəni referendum keçir. Düzdür, biz sonra da bu mövzuya qayıdacaq. Seçimini, yəni necə o iki stulda oturacaqdır? Nə qədər mümkün olacaq? Mənim fikrimcə balanslaşdırılmış, necə? Axı biz bunu seçki qabağı kampaniyada da gördük. Yəni rəsmilərin görüşü zamanı da bu məsələ qaldırıldı. Həmçində namizədlər Rusiya tərəfindən dəstəklənən namizəd idi. Amma Ermənistan öz, bilirsiniz, Ermənistanda bir necə deyim, Azərbaycan siyasətinə bənzəmək istəyi də var ki, biz müstəqil siyasət yürütmək istəyi də bir, orada bir xüsusiyyətləri də biz seyr edə bilərik ki, amma Ermənistan da bir, yəni tam olaraq Avropa Birliyinin tərəfinə keçə bilməz. Çünki burada dediyim kimi, burada iqtisadi göstəricilər var, burada siyasi göstəricilər var, burada hərbi məsələlər var, burada həm hava məkanı var. Yəni müxtəlif, bu tarixə bağlı bir məsələ. Bu 1 ilin, 2 ilin məsələləridir. Bu 10 illiklərin məsələsidir. Hansı ki, Ermənistanla Rusiyanın arasında bu bağlantılar həm iqtisadi maraqlara bağlıdır, həm siyasi maraqlara bağlıdır. Yəni bunu bir addımla həm Avropa Birliyinə, bilirsiniz, üzv olmaq bu 1 ayın, 2 ayın məsələsi deyil. Bu uzun müddətli bir prosesin nəticəsi olmalıdır ki, və bunu əlində bayraq tutaraq Ermənistan Rusiyadan üz döndərməsi, məncə bu yəni həm iqtisadi kollapsa gətirə bilər, məncə o balanslaşdırılmış elə şəkildə bu addımlar atılacaq. Əlbəttə mesajlar da olacaq. Bu söz müharibəsi ki, biz bunu görürük. Söz dueli. Söz dueli, bəli. Əziz tamaşaçılar, cənab prezidentdən daha bir iqtibasa baxaq, sonra Gülşən xanımla davam edəcək. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq, Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə, bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa
imkan yaratdı. Bugün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdırıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik. Gülşən xanım, bir anlıq düşünək ki, biz, Nigar xanım da gözəldir, sizlər də, biz bu infrastrukturu yaratmasaydıq zamanında, nə olacaqdı? Yəni, Şimal yolu, əslində bu fikirlərin mənası həm də odur ki, yəni Azərbaycan burada xilas edici bir missiyanı yerinə yetirir. Bu cür başa düşə bilər, Şimal yolu hansı vəziyyətdədir, Cənub yolu, yəni Asiya-Avropa ticarətindən söhbət gedir. İndi Azərbaycanın bu mənada artan rolü Prezidentimiz də vurğuladı. Yəni, infrastruktura hər halda yeni investisiyalar tələb edir. Yəni, genişləndikcə, yüklər artdıqca daha çox investisiya yatırılmalıdır. Bax, sual bundan ibarətdir. Hər zaman məsələlərə, çox zaman deyək, çox da ədalətsiz etməyək, skeptik yanaşan Avropa artıq bu mənada strateji istiqamətini müəyyənləşdiribmi? Yəni, real siyasətdə, real iqtisadiyyatda, real sərmayələr məsələsində bölgəyə həm də sadəcə sözlə deyil, real addımlarla gəlmək istəyir. Fikrini necə şərh edərdiniz? İstəyirmi ümumiyyətlə? Bu məsələlərə bayaq toxunduq, ancaq yenə mən bir qədər də dəqiq deyə bilərəm də. Gəlin biz sizinlə doğrudan da baxaq. Mən bayaq qeyd elədim ki, geosiyasi vəziyyət olduqca ağırdır. Belə götürəndə Rusiya-Avropa İttifaqı münasibətləri. Son 4 ildə 22-dən götürək 26-ya qədər. Və bu mənada əlbəttə Ukraynada gedən müharibədə artıq biz başa düşürük ki, bütün o nəqliyyat xətləri ki, əvvəllər Rusiyanın ərazisindən gedirdi, o yollar artıq demək olar ki, düzdür işləyir, ancaq o səviyyədə işləmir və gələcəkdə də mən inanmıram ki, o ümumiyyətlə işləyəcək, çünki bu mümkün də deyil. Ona görə biz başa düşürük ki, bugünkü reallıqda regional nəqliyyat dəhlizləri burada götürülüksə, regional məhz bax bu xətlər ki biz deyirik, bir tərəfdən Azərbaycan özü vaxtilə yadınızdasa Bakı-Tbilisi-də Qars dəmir yolunu tikəndə hamı təəccüblənirdi ki, bu yolu biz nə üçün tikirik? Yəni bu bir tərəfdən Ermənistan qıraqda qalırdı, Avropa İttifaqı və başqaları da çox razı deyildilər ki, biz Ermənistanı belə izolə edək. Ancaq bu yol çox düzgün strateji bir yol idi, dəmir yol baxımında. Çünki o yol sonralar göstərdi ki, nə dərəcədə həmin o yolun olması vaxtilə biz ABŞ-a nə qədər kömək elədik. Əfqanistanda yadınızdadırsa orada artıq NATO qüvvələri olanda o yolla nə qədər ticarət, nə qədər daşımalar həyata keçirildi. Yəni o dövrdə artıq biz o strateji bir baxış var idi ki, biz infrastrukturu, deməli magistral xətləri, yolları, dəmir yollarını, təyyarə limanlarını, ümumiyyətlə Bakı beynəlxalq portun yaradılması özü, bunlar hamısı çox vacib bir addımlar idi. Elə bil ki, biz öz ev tapşırığımızı hazırladıq. Və yerinə yetirdik. İndi sualım bundan ibarətdir Gülşən xanım. Yəni daşın altına obrazı desək, əllərini qoyacaqlarmı? Çünki bax doğru söylürsünüz, zamanında çox bu proyektlərlə bağlı, bilirsiniz, layihələrlə bağlı yanaşmaları da heç də xoş deyildi də. Yəni bu ən yumşaq desək. Bəli, başqaydı. Amma indi bundan sonra artıq böyüyürük belə deyək. Bugün vacibdir nə üçün? Çünki bugün maraqlar, onların maraqları tamamilə başqadır. Onların marağı odur ki, onlar istəyirlər ki, birbaşa Mərkəzi Asiyaya çıxmaq lazımdır. Mərkəzi Asiyaya çıxmaq üçün onlar əvvəlcə Rusiyanın ərazisindən keçirdilər. Belə nəqliyyatdan götürülüksə. İndi o yol yoxdur. Ona görə onlara yeni yol lazımdır. O da əlbəttə gəlib çıxır məhz orta dəhlizə və orta dəhlizin də ən vacib halqası Cənubi Qafqazdır. Cənubi Qafqaza biz bir nəzər salsaq görürük ki, siyasi baxımdan Cənubi Qafqazda da yeni bir reallıq yaranıb sülh artıq baş verməkdədir. İki ölkə arasında ki, bu sülh vaxtı ilə mümkün deyildi. Ona görə Avropa İttifaqı başa düşür ki, bugün Mərkəzi Asiya ilə çıxmaq üçün Cənubi Qafqazda o proseslərə qatılmaq lazımdır. İndiyə kimi onlar çox fəal deyildilər burada. Ümumiyyətlə, sülh proseslərində də fəal deyildilər. İndi onlar fəallaşırlar və bu onu göstərir ki, birinci növbədə bunların marağı tamamilə başqadır. Ona görə onlar istəyirlər ki, burada sülh yaransın. Burada məhz onun əsas mesajı var idi. Yadınızdadır, o deyir ki, bağlantılar vasitəsilə sülh mən istəyirəm. Bağlantılar da elə bir sülhün bir hissəsidir.
Ona görə biz burada götürürsə regional bağlantıları məhz belə götürürüksə, bir tərəfdən artıq Azərbaycan onsuz da orta dəhlizi Bakı-Tbilisi-Qars vasitəsilə həyata keçirir. Ancaq biz gələcəyə baxırıqsa, məhz tripla marşrutu artıq həyata keçirilərsə, artıq o ikinci bir dəhliz kimi fəaliyyətə başlayır. Eyni zamanda artıq Arazın üstündən körpü tikiləndən sonra üçüncü Araz dəhlizi də fəaliyyətə başlayır. Artıq nəqliyyatın diversifikasiyası baş verir məhz Cənubi Qafqaz ərazisindən. Deməli, 3 yol var. Hətta indi düşünürlər ki, Naxçıvana da nə üçün istəyirlər onlar maliyyə yatırsınlar və Azərbaycan da mənə elə gəlir ki, bu mənada buna müsbət baxmalıdır. Çünki biz onsuz da bütün bu infrastrukturu öz maliyyəmizlə edəmişik. Ancaq bu mənada əgər onlar da maraqlıdırsa, nə üçün onların da maliyyəsi və qrantı, mən bayaq qeyd etdiyim 20 milyon avro qrant ki, onlar bizə verirlər, o bir tərəfdən deməli sülh proseslərinə istiqamətlənib. İkinci isə Nigar xanım çox düz dedi, 200 milyon deməli avro isə artıq məhz regional bağlantıların inkişaf etdirilməsinə onlar sərf etmək istəyirlər. Özləri xeyir görəcəklər də Gülşən xanım. Bəli, o maraq məsələsi. Ona görə həm limanlar burada məsələsi var, həm eyni zamanda onlarda Global Gateway layihəsi var da. O layihə Mərkəzi Asiya ölkələrində də fəaliyyəti var. Ona görə burada Mərkəzi Asiya ilə Cənubi Qafqazın məhz bu baxımdan, əgər biz götürürüksə regional bağlantılar baxımından, deməli infrastrukturunun daha da təkmilləşdirilməsi üçün bu lazımdır. Çünki bu yollar açılsa, birinci həm fəaliyyət artacaq, eyni zamanda burada artıq biz enerji təhlükəsizliyi ilə paralel bu xətlərlə elektrik xətlərini də yaradırıq. Yadınızdadırsa, o qeyd elədi ki, çox yüksək qiymətləndirir ki, Azərbaycan elektrik xəttində Ermənistanla istəyir o xətləri yaratmaq gələcəkdir. Çünki burada əgər biz gələcəkdə yaşıl enerji və yaşıl enerji dəhlizinin Azərbaycan tərəfindən qaldırılan məsələ və Avropa İttifaqı üçün də o çox vacibdir, yaşıl enerji məsələsi. Çünki onlar da Paris sazişi əsasında istəyirlər ki, gələcəkdə tamamilə yaşıl enerjiyə keçmək. Və burada bizdə həm günəş, həm külək və su enerji xətləri ilə deməli biz tamamilə yeni bir səhifə açırıq. Yadınızdadırsa 22-ci ildə o vaxt biz 22-ci ildə memorandumu imzalayanda enerji sahəsində, onda həmin o Ursula von Leyen Azərbaycana gəlib, o vaxt demişdi ki, biz Avropa İttifaqı və Azərbaycan arasında özümüzün elə bir münasibətlərimizin ilk səhifəsini, ilk fəslini başlayırıq. Bu çıxışında isə siz diqqət versiniz. O artıq deyir ki, biz yeni fəsil başlayırıq. Yəni bu sizin dediyinizin fikri tam mənada təsdiqləyir ki, birinci hissədə böyük nəticələr əldə etdik. 2 qat artırıldı belə baxanda və 27-ci ilə qədər həmin o sazişdə də göstərilmişdi ki, biz qazın dolarını ixrac etməsini 2 dəfə artırmalıydıq 22-dən 27-ci illər arasında. O elə bir birinci fəsil idi. İndi artıq ikinci fəsil yazılır. İkinci fəsildə artıq nədən ibarətdir? Sülh bu vacib bir layihədir və bu bizə lazımdır. Bizim hamımız üçün, bütün regionda yaşayan insanlar üçün. Və eyni zamanda gəlib çıxırıq enerji bağlantılarına və eyni zamanda rəqəmsal baxımından da infrastrukturun. Bir sual da verim sizə. Biz beynəlxalq münasibətlər sistemindəki münasibətlərin, yəni həm beynəlxalq təşkilatlar, ölkələr, ölkə arası münasibətlərin xarakterinə əgər baxanda bir ifadə işlədirik. Vital interest, yəni həyati əhəmiyyətli maraqlar məsələsi. Avropa İttifaqı üçün Cənubi Qafqaz, yəni dərindən soruşuram sualı, həyati əhəmiyyət daşıyan bölgədirmi artıq? Bugün bəli, mən deyirəm ki, o elədir. Əvvəl mən onu deyə bilməzdim. Bugün o doğrudan da həyatidir. Çünki mən inanmıram ki, Avropa İttifaqı Rusiya münasibətləri yaxın gələcəkdə dəyişəcək. Onların münasibətləri uzun bir hələ durğunluq proseslərinə, əgər orada Ukraynada sülh əldə edilsə də, o asan bir iş deyil. Ona görə də istər-istəməz bu artıq ərazi, bu coğrafiya get-gedə Avropa İttifaqı üçün olduqca vacib bir, necə deyim, fokus nöqtəsinə çevrilir və biz burada mən elə gəlir Azərbaycan olaraq da öz maraqlarımızı ortaya qoymalıyıq. Bizim maraqlarımız da nədən ibarətdir? Onların marağı var, ancaq bizim də marağımız vacibdir. Bizim marağımız məsələn ondan ibarətdir ki, bizim hələ də Avropa İttifaqı ilə saziş imzalamamışıq. Bu saziş üzərində iş nə qədər vaxtda davam edir? Biz hətta strateji tərəfdaşlıqla bağlı prioritetləri də müəyyənləşdirdik 18-ci ildə. Ancaq 18-ci ildən bugünə kimi biz hələ də o sazişi yekunlaşdıra bilmirik. Ona görə mənə elə gəlir ki, əgər Avropa İttifaqının marağı varsa, bu bölgədə və Azərbaycanla bu münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa. Onda biz də öz tərəfimizdən istəyirik ki, bu sazişin də yaxın zamanlarda hansısa bir nöqtəyə gəlib çatması və imzalanması da olduqca strateji bir məqsəddir. Avropa bazarlarını qeyd etməliyik biz. Avropa bazarları premium bazarlardır. Və onun da əlbəttə ki, əlçatanlığı maksimum dərəcədə. Əlçatanlığı niyə də açılsın?
Yəni bunun üçün də şəraitin yaradılması, yəni əlbəttə ki, Azərbaycanın da öz məqsədləri var. Yəni Avropanın, baxın, Avropa-Ermənistan arasında Ermənistanın mallarının, Avropa bazarlarının Ermənistan malları üçün nə qədər, yəni bir neçə çox qısa zaman kəsiyində yəni bu şərait yaradıla bilir deməli ki. Amma Azərbaycan hansı ki siz dediniz, həyati vacib məqsədlər məsələn Azərbaycandadır. Nəyə görə? Çünki Gülşən xanım çox vacib bir nəqliyyat, logistika, burada dəhlizlərin toqquşan yeridir. Avropa, Mərkəzi Asiya ilə ticarətdə nə qədər maraqlıdır? Hardan keçir? Azərbaycan əsas burada rol oynayır. Avropa, Çinlə nə qədər ticarətdə maraqlıdır? Ticarət dövriyyələrinə yəni bunların nəzər salsaq, amma təhlükəsiz, rentabilli bir xarakterinə malik olan dəhlizlərdən biz danışmalıyıq. Yenə Azərbaycandan keçir. Yəni, bütün bunlar enerji təhlükəsidir. Enerji təhlükəsi hər bir şeydir. İş prosesinin əsasında qalır. Yəni, vətəndaşların, Avropa vətəndaşlarının yəni, əsas əhəmiyyətli, həyatları üçün əhəmiyyətli bir məsələdir. Və bunlar çətinə düşəndə biz, yəni, o çətin qərarları, obrazlı deyirəm, bilirsiniz nə demək istədiyimi, verə bilən bir məmləkətik və bu belə qərarları verə bilən bir liderimiz var, elə deyilmi? Avropada bu məsələlərdə yəni daha diqqətli olmalıdır. Daha aktiv çünki ola sizi bilər. çətinə düşəndə kömək əlini uzadan Azərbaycana qarşı o Avropa parlamentində o marginal dairələr və digərləri ittihamlar səsləndirir. Tam doğru. Və bu məsələdə də siz yəni daşın altına əlinizi qoymalısınız. Doğru demirəm? Tam doğru deyirsiniz. Və burada viza rejimini də biz qeyd etməliyik. Viza rejimini, yəni burada bir neçə məsələlərdir. Həmçinin də Avropa İttifaqı belə bir, bilirsiniz, Avropa İttifaqı ilə əgər qaz ixracatının biz prosentinə baxsaq, miqdarına ola bilər. Orada qaz faizi az görsənə bilər. Amma Avropa İttifaqının üzvləri ilə Azərbaycan, görün, Azərbaycan, İtaliya, Azərbaycan, Baltik ölkələri ilə, elə ölkələr var ki, Azərbaycan onların enerji təhlükəsizliyində 70-60% rol oynayır. Bugün Azərbaycan, İtaliya məsələsinə yəni investisiya qoyulmasına, Rumıniya investisiya qoyulmasına, yəni bütün bunları biz nəzərə almalıyıq ki, Avropa İttifaqı Azərbaycan münasibətləri, Avropa İttifaqının üzvləri Azərbaycan münasibətlərini burada qeyd etməliyik. Həm enerji tərəfdaşlığını, həm strateji tərəfdaşlıq, ona yaxın ölkə ilə Avropa İttifaqı üzvləri ilə biz bunu... O qüvvələr ki var, onlara yerlərini göstərməlidir də Avropa rəsmiləri. Onları idarə etməlidir həmçinin. Yox, yerlərini göstərməlidir, mane olmasınlar da. Azərbaycanın məqsədi də budur, tələbi də budur ki, bugün o qədər siz həyati vacib məsələləri soruşdunuz və biz də çalışırıq, yəni hamımız bütün məsələləri əhatə etməsək də, yəni müzakirə edirik. Bunları nəzərə alaraq o qətnamələrdir, o digər çıxışlardır, o hər hansı bir mövqe, siyasi mərkəzlərin mövqe tutmasıdır. Yəni bu artıq yəni hər hansı bir monitorinq olunmalıdır. Bunlar susulmalıdır. Amma bilirsiniz, Azərbaycan da həmin Azərbaycan deyil. Azərbaycan tam fərqli bir mövqeydədir. Yəni Azərbaycan Avropa İttifaqı ilə, bu bəyanatları ilə göstərdi ki, elə Avropa İttifaqının, Avropa Komissiyasının prezidenti göstərdi ki, nə qədər o bəyanatların yeri yoxdur, nə qədər onların gücü yoxdur, amma hər bir halda Azərbaycan öz mövqeyini, öz məqsədini, öz tələbini qoyur ki, yəni onların monitorinqi, onların kontrolu artıq Avropa İttifaqının məsuliyyəti altındadır. Yəqin ki, o günləri də görəcək ki, Avropa parlamentində bilirsiniz, siyasilərin çıxışları olur. Parlamentarlərin qarşısında o marginal qüvvələrə də yerlərini göstərib, yəqin deyərlər ki, Azərbaycan Cənubi Qafqazda bizim üçün həyati əhəmiyyətə malik bir ölkədir. Əziz tamaşaçılar, daha bir iqtibasa baxaq, prezidentimizdən sonra Hüseyin müəllimlə davam edəcək. Buyurun. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan birgə bəyannaməni imzaladılar. Prezident Tramp həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de facto sülh qurulub,
və biz faydasını görürük. Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb, həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdir. Biz həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bugünün geosiyasi vəziyyətinə gəldikdə onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır. Beləliklə biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məhfumdur. Onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Bir sözlə, sülh artıq reallıqdır, lakin biz onu gücləndirmək, uzun müddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk. Hüseyn müəllim, Avropa İttifaqı, o cümlədən Avropa Komissiyası Ermənistanla normallaşma məsələsində bax indiki o current situation dedikləri, yəni indiki vəziyyətdə hansı addımları ata bilər? Bax bu əsas suallardan biridir. Seçkidən sonra xüsusilə də Ermənistanda formalaşmış bir siyasi palitra var. Buyurun. Çox sağ olun. Deməli, əslində bu məsələlərin bütünlükdə bu yaxınlaşma, Avropa İttifaqı, Avropa Komissiyası və Azərbaycan arasında bu son görüşlər biz yaxın tarixdə bir ABŞ, Ermənistan, Azərbaycan arasında olan bu üç tərəfli sazişin də çox böyük beynəlxalq əhəmiyyəti var. Həm regional əhəmiyyətli olan bir məsələdir, həm elə bayaq danışılan orta dəhlizin özünün, Trump dəhlizinin o məsələsinə, açılması məsələsinə gedən yolda mühüm bir layihə idi, mühüm bir saziş idi. Və bütünlükdə götürdükdə, əgər biz götürsək Avropa İttifaqı, Avropa Komissiyası və İttifaqının ümumiyyətlə Azərbaycan, Ermənistan arasında gedən münasibətlərə və bu münasibətlərdə sülh münasibətlərinə təsiri məsələsini bilirsiniz, onlar ilk dövrlərdə bizə sanki bu məsələlərdə bir qədər biz daha çox ABŞ-ın rolunu xüsusi olaraq gördük ki, Amerika Birləşmiş Ştatları sülhü daha çox önə çəkir və sülhün daha çox bu regionda tərəfdarı kimi çıxış etdi. Və biz son bir neçə artıq müddətdir görünür Avropa İttifaqının da müəyyən ayrı-ayrı dövlətləri və bugün Avropa Komissiyasının özündən artıq hər əvvəl biz gördük ki, daha çox bunlar Ermənistan cəmiyyətinə, xüsusən həm vətəndaş cəmiyyətinə, həm dövlətə müəyyən dərəcədə sərmayələrin, xüsusən də burada strateji obyektlərin deməli müəyyən kapitalla təmin edilməsi istiqamətində addımlar atdılar seçkidən öncə. Ancaq indiki məqamda təbii ki, onlar gözəl başa düşürlər ki, mənə elə gəlir. Hal-hazırda Ermənistan özü müəyyən dərəcədə seçkilərdə Paşinyan özü hakimiyyəti, Paşinyan seçilib qalib gəlsə də, ancaq məsələ ondan ibarətdir ki, Ermənistanda müəyyən dərəcədə riskli amillər çoxdur bu cəmiyyətdə. Çünki Ermənistanın özü müəyyən dərəcədə həm daxili siyasi müxalifətin, eyni zamanda xarici müəyyən təsirlərlə əhatə olunubdur və belə olan halda sülhü təmin etmək üçün hər iki tərəfə, həm Azərbaycan, həm Ermənistanın tərəflərinə bu bərabər şəkildə yanaşmaq lazımdır. Yəni birini hansınısa önə çəkib, o birisini isə geridə saxlamaq olmaz. Və xüsusən də Azərbaycan əgər bu regionun, Cənubi Qafqazın əsas strateji dövlətidirsə və bu onlar tərəfindən etiraf olunursa, belə bir halda sülhə töhfə verəcək dövlət kimi Azərbaycan burada bir əsas prioritet olaraq öndə olan dövlətdirsə, bu zaman nə üçün Azərbaycanın bu sülh yaratmada rolu təbii ki və etiraf olunmalıdır və bugün o artıq etiraf olunur. Və deməli, əgər Avropa İttifaq dövlətləri, Avropa Komissiyası tərəfindən və bu sülh müqaviləsinin gələcək perspektivində Azərbaycanın mühüm rolu etiraf olunursa, təbii ki,
təbii ki, artıq bu o deməkdir ki, tərəflərin artıq sülhə yaxınlaşması və sülhə gedən yolun özündə olan maneələr artıq dəf olunandır. Sadəcə olaraq, sadəcə bu müəyyən zaman kəsiyində baş verə bilər, müəyyən Məsələn, Avropa İttifaqı başa düşürmü ki, yəni orada müşahidə missiyası deyilən bir missiya, indi deyək də onların termininə desək, var və o bölgədə sülh yaratma prosesinə heç də müsbət təsir göstərmir. Bunu başa düşürlərmi? Və bugünkü Elnar müəllim çıxışları, xüsusən də Ursula von der Leyen xanımın çıxışı və eləcə də digər bu komissarların çıxışları və səsləndirilən fikirlər və həm də Avropada olan müəyyən mətbuatda olan dərgilərdə olan fikirlər ona demək əsas verir ki, onlar bəli, bunu etiraf edirlər və onlar gözəl anlayırlar ki, müəyyən dərəcədə Azərbaycan öz suverenliyini təmin etdikdən sonra müəyyən dərəcədə müşahidəçi qismində hər iki tərəfin yenidən qarşı durmasını yaratmaq kimi bu sahədə müəyyən missionerlik fəaliyyəti də müəyyən dərəcədə də olubdur və bunu da gözəl başa düşürlər. Ancaq məsələ ondan ibarətdir ki, bilirsiniz, müşahidə prosesi hansısa mərhələlərdən keçməlidir. Müşahidənin ardınca bir hansısa proses gəlməlidir, təhlil gəlməlidir, müşahidənin ardınca müəyyən artıq proqnozlar olmalıdır. Ancaq bu müşahidələrin aparılan onların monitorinqlərinin, müşahidələrinin heç birisi müşahidə səviyyəsindən o tərəfə keçə bilmədi. Çünki Azərbaycan bu regionda müharibə dövləti deyil, sülh dövləti olduğunu dünyada sübut etdi. Birincisi. İkincisi, deməli, bu müşahidə müstəsi müşahidədən o tərəfə gedə bilmədi ki, Azərbaycan suverenliyini əldə etdikdən sonra orta dəhlizin rolunu artırmaqla və ABŞ, Ermənistan, Azərbaycan arasında müqaviləni imzalaması ilə həm də bugün Ermənistana artıq yüklərin daşınmasında əsas ölkə olaraq bunları təmin etmiş oldu və həmçinin Azərbaycan sülh müqaviləsi ilə bağlı çox qətiyyətli, ardıcıl və sistemli olaraq öz platformasını ortaya qoydu. O platforma ki, o bugün Ermənistan siyasi rəhbərliyi tərəfindən də birmənalı olaraq qəbul olunur. Problem yaradan tərəf Hüseyn müəllim. Gəlin biz açıq danışaq da, bizim platformamız hər dəfə deyirik, açıq müzakirələrin olduğu platformadır. Problem yaradan tərəf həmişə Avropa İttifaqından onun marginal dairələrinə adını siz qoyun, oradan gəlib. İndi düzdür, beynəlxalq münasibətlər sistemində səmimi siyasət sözü yerinə düşməsə də, amma yenə də məsələlərə səmimi yanaşıb bu problemlərin aradan qaldırılması üçün real addımlar atacaqlarmı? Yəni, misal üçün, yenə təkrarlayım, siz deyirsiniz, müşahidə missiyası uğursuz oldu, olacaqdır da, profesional diplomatlar müşahidəçilər deyildi. Hərbiçiləri və yaxud da xüsusi xidmət orqanlarının əməkdaşlarını gətirib ora müşahidə missiyası adı ilə təqdim edəndə təbii ki, belə olmalıdır, fiyasko olmalıdır. Amma bundan sonra, indiki mərhələdə ki, biz gəlib çatmışıq bu mərhələyə, Avropa İttifaqı öz tərəfindən, o bəzi siyasiləri tərəfindən, marginal siyasi dairələr tərəfindən yaratdıqları problemlərin aradan qaldırılması üçün real addım atmaq iradəsini göstərəcəkmi? Mən elə gəlir ki, bayaq hörmətli Gülşən xanım da düzgün dedi. 2022-ci ildən sonraki artıq dövr ki var bu mərhələ, artıq bu mərhələyə qədər olan proseslər götürdükdə mənə gəlir ki, bir neçə mərhələyə bölmək olar ki, Avropa İttifaqı ilə Cənubi Qafqaz, xüsusən də Azərbaycan və Ermənistan-Azərbaycan arasında münasibət baxımından bu birinci mərhələ biz görürük ki, müəyyən dərəcədə qəti şəkildə hardasa Ermənistan mövqeyini daha çox demək dəstəkləmə siyasəti daha çox göz önündə görsənir Cənubi Qafqazda. İkinci bir mərhələdə biz rast gəlirik ki, onlar öz müşahidəçi missiyaları ilə tərəfləri müşahidə edirlər və nə bu tərəfin, nə o tərəfin tərəfində durmamaq şərti ilə seyirci mövqedə dayanmışlar. O cümləndən razı deyiləm, onlar seyirci mövqedə deyildilər. Ermənistanın xeyrinə raportlar göndərirdilər, bizi ittiham edirdilər. Onların heç bir raportu rasional mövqeyini əks etməyib.
mən sizinlə razıyam. Bəli, burada o addımlarını atırdılar. Ancaq ki birbaşa Azərbaycana qarşı bu istiqamətdə hər hansı bir qəti siyasi fikir, yəni ki, rəsmi səviyyədə səsləndirə bilmirdilər. Mən o baxımdan demək istədim. Ancaq ki, artıq biz yeni mərhələyə baxırıq. Yeni mərhələdə artıq görürük ki, biz artıq burada birbaşa olaraq Azərbaycanın sülhlə bağlı, xüsusən də real sülhün əldə edilməsi ilə bağlı, xüsusən də Azərbaycan dövləti başçısının real sülhün konkret olaraq həm modelini ortaya qoyması ilə bağlı tam razılaşırlar və bu əməkdaşlıq, bu münasibətlər onu göstərir ki, onlar razılaşırlar. Bu baxımdan mən düşünürəm ki, bu yaxın Avropa İttifaqı, Avropa Komissiyası ilə Azərbaycan arasında bu son əməkdaşlıq, xüsusən də bu tərəfdaşlıq münasibətləri artıq sülhün və sülh müqaviləsinin imzalanmasında hansısa öz töhfəsini verə biləcək. Təşəkkür edirəm. Görün nə qədər ora vəsait xərclənir missiyanın saxlanılması. Yəni boş yerə deyil də missiyanın Maaş aldılar saxlanılması. da, yaxşı maaş aldılar. Bəli. Yəni missiyanın orada mövcudluğu nə qədər əlverişlidir, nə qədər məqsədə müvafiqdir. Amma əlbəttə ki, bunu Ermənistan tərəfi də bu mesajları çatdırmalıdır. Əgər Ermənistan tərəfi Avropa İttifaqı ilə yəni burada kulis arxası hər hansı bir yəni ola bilər, elə Rusiyadan siz danışırdınız. Rusiyaya bir anti-Rusiya mövqeyi nümayiş etdirərək, yəni daha yumşaq, daha yəni Avropa İttifaqı ilə bu missiyanın qalması ilə bağlı, yəni bu addımları atırsa, əlbəttə ki, yəni sərt bir, açıq bir mövqe nümayiş olunmalıdır ki, çünki burada konstruktiv diyaloq mövcuddur. Hüseyin müəllimə verdiyim sualı sizə də verəm, Gərxan. Bəli. Yəni, problemi onlar yaradırdılar. Biz yaratmamışıq heç bir zaman Avropa İttifaqı ilə münasibətlərdə problem biz yaratmamışıq. O problemi yaradan qüvvələrə yerini göstərəcəkmi Avropa İttifaqı rəsmiləri? Bundan qabaq buyurun, danışdıq biz bundan bağlı. Avropa İttifaqı göstərə bilər o siyasi mərkəzlərə yerini. Amma o təkcə siyasi mərkəzlər Avropa İttifaqından qidalanmır axı. Hər hansı bir çıxışları edərkən, hər hansı bir qətnamələri müzakirə edərkən. Bunların arxasında duran qüvvələr var. Bu qüvvələr diasporlardır, lobbist yəni qruplaşmalardır. Yəni Avropa, bəli, yəni burada belə bir təşkilatlanma prosesi gedir. Elə bir hub yaranıb ki, elə bir networking yaranıb ki, yəni bunları da monitoring etmək, özü də yəni birini susturarsan, ikisini susturarsan, digər tərəfdən yenə o maraqlardan irəli gələn o parlamentariyalar necə deyim, maraqlandırılır ki, bu mövqedən çox parlamentariyalar hansı proseslər gedir Azərbaycanda, konstruktiv dialoqla bağlı hansı mövqe tutulur, Ermənistan-Azərbaycan arasında bugün sülh hansı vəziyyətdədir, hansı yəni addımlar atılıb, sülhün paraflanması və ya gələcəkdə imzalanması, siz soruşsanız, heç onlar bu problemlə bağlı, bu münaqişənin tarixi ilə bağlı heç bir məlumatlar yoxdur. Amma işləyən, çalışan, fəaliyyət göstərən o qüvvələr var, o təşkilatlar, o lobbist təşkilatları var, o yəni ayrı-ayrı fərdlər var ki, əlbəttə ki, Avropa İttifaqı bir istiqamətdə öz fəaliyyətini göstərəcək. Çünki dediyimiz kimi həyatı məna kəsb edən bir maraqlar var, bir məqsədlər var regionda. Digər tərəfdən də konstruktiv dialoqdan biz danışdıq. Konstruktiv dialoqun dərinləşməsi üçün, onun qorunması üçün, sülh prosesinin qorunması üçün elə missiyada bu yəni maneələrdən biridir. Gələcək üçün bu missiyanın orada mövcudluğu əlbəttə ki, iki tərəfin bu məsələsidir və iki tərəf də sülh yolu ilə addımlayır. Gərxan, bir sual da verim. Yəqin ki, diqqətli tamaşaçılarımız da bu sualı sizə vermək istəyərdilər. Avropa İttifaqı bu bölgədə marağı olan böyük ölkələrlə konfrontasiyaya girmək istəyir, maraqlar mübarizəsinə girmək istəyir, yoxsa real şəkildə
əməkdaşlıq etmək istəyir? Bilirsiniz, bölgə, region risklərlə dolu bir regiondur. Və bugün Azərbaycanın prezidenti tərəfindən, cənab İlham Əliyev tərəfindən biz görürük nə qədər balanslaşdırılmış, praqmatik bir siyasət yürüdülür. Risklərlə dolu regionda belə bir siyasətin yürüdülməsi ki, o balansı qorumaq, qonşularla o balansı qorumaq ki, əməkdaşlığı dərinləşdirmək, sabitliyi qorumaq, burada həm Mərkəzi Asiya, Cənubi Qafqaz arasında o dialoqu təşkil etmək, həm Çin, Avropa arasında o dəhlizlər, nəqliyyat diplomatiyası, enerji diplomatiyası, bu yəni boş yerə deyilən bir şey deyil, infrastrukturu yaratdı Azərbaycan və ona görə, bu infrastruktura görə də Azərbaycan dəhlizlərin kəsişməsində yerləşir və rentabili bir dəhliz, burada gələcəkdə yaşıl dəhlizi yaranacaq və məhz bu səbəbdəndir ki, Azərbaycanın infrastrukturu var. Xeyr, Azərbaycan o qonşularla balanslaşdırılmış o siyasətin nəticəsidir bu. Qonşuların qonşuları ilə siyasətin nəticəsidir. Və əlbəttə ki, burada maraqlar toqquşur. Burada böyük güclərin maraqları toqquşur. Niyə də toqquşmasın? Çünki çox həssas bir regiondur. Və biz bağlantılardan danışdıq. Gülşən xanım da danışdı, digər bizim hörmətli Hüseyn müəllim də danışdı. Biz görsək ki, ABŞ-ın strateji xartiyasının bir tərkib hissəsi bağlantılarla bağlıdır. Deməli ki, həmin bağlantılar Azərbaycan bir ölkədir. Resurs eyni resursdur. Azərbaycan o resursu, o siyasi reallıqlarını ABŞ da anlayır, Çin də anlayır, Avropa İttifaqı da anlayır. Biz bərpa olunan enerji resurslarından Gülşən xanım danışdı. Axı bu təkcə bununla bitmir. Bu resurslar databazalar üçün lazımdır. Niyə də bu yəni regionda digərlərinin maraqları olmasın ki, Azərbaycanla əməkdaşlığı dərinləşdirək, hansı ki, Azərbaycan sülh və sabitliyin qarantıdır və bu resurslar həm yaşıl enerjinin formalaşmasında, həm gələcəkdə bazalarının yaradılmasıdır və digər tərəfdən də əlbəttə ki, hər bir böyük güc bu əməkdaşlıqda daha fərdi yer özünə tutmaq niyyətindədir. Gülşən xanım, Ermənistandakı gedən proseslərdə sözsüz ki, yəni bu Cənubi Qafqaz proseslərinin tərkib hissəsidir və ayrı zaten düşünülə bilməz. Orada indiki şəraitdə Nikol Paşinyanın atdığı addımlar var. Yəni, misal üçün, Ermənistan müxalifəti, revanşistləri özəlliklə çox sərt şəkildə tənqid edirlər. Konstitusiya məhkəməsində bilirsiniz ki, veriblər seçkilərin nəticələrini artıq şübhə altına alırlar və s. Yəni, Ermənistan hakimiyyəti bu prosesləri sona qədər başa çatdıra biləcəkmi? Çünki Nikol Paşinyan hətta məhkəmə sisteminin özünü belə çox sərt şəkildə ən son çıxışlarının birində tənqid edib, rüşvətxorluqda hətta itham edib onları. Sonra bugün yenə məlumat gəldi ki, yəni deputatların and mətnindən bir sıra şübhəli cümlələr çıxarılıb, dəyişdirilibdir. O da sərt tənqid olunur. Söz sizdədir. Təşəkkür. Mənə elə gəlir ki, bu çox vacib sualdır, çox yaxşı sualdır. Çünki yenə də biz əgər sizlə baxırıqsa, ümumiyyətlə Ermənistanın, yadınızdadırsa 2013-cü ildə vaxtilə Avropa İttifaqı ilə assosiasiya sazişi bağlamalıydılar. Son anda Serj Sarkisyan hər şeyi dəyişdirdi, Vilniusda onu imzalamadı, ümumiyyətlə getmədi və Rusiya ilə gömrük ittifaqının daxil oldu, sonra da o Avrasiya İqtisadi İttifaqına çevrildi. İndi Rusiya və Ermənistan münasibətləri kontekstində biz baxırıqsa, bugünkü Ermənistan əlbəttə bir tərəfdən Rusiya tərəf edir ki, siz seçim eləməlisiniz. O bir tərəfdən ölkənin 50%-ə qədər bir insanı var ki, o insanlar indi bunu 49% nə qədərsə səs veriblər, ən azı bu onun getdiyi səmtdə olan insanlar. Ancaq ola bilsin ki, mən 50 deməzdim, bəlkə müəyyən hissə ümumiyyətlə bütün namizədləri dəstəkləmir. Müəyyən faiz götürək bir 30-40%. Ancaq bir müəyyən o 23% götürsək, məsələn, Samvel Karapetyana verilən səslər, eyni zamanda məsələn götürsək Robert Koçaryana verilən səslər toplasaq, bu müəyyən bir səs qrupu insanlardır ki, bunlar tamamilə başqa bir düşüncədədirlər. Ona görə əlbəttə bugün mən elə gəlir, mən oxudum ki, ona belə bir sual vermişlər ki, siz əminsiniz ki, siz də Serj Sarkisyan kimi
bu səmti Avropaya getməyi axıra gedəcəksiniz. Bu sizdə alınacaqmı? Çünki eyni zamanda yadınızdadırsa, ayın 1-də onun telefon söhbəti var idi Mişustinlə. Yəni Rusiya-Azərbaycan Ermənistan münasibətləri ilə bağlı və orada konkret qeyd edirlər ki, onlar Ermənistan və Rusiya münasibətləri ilə bağlı müəyyən artıq hansısa sahələr var ki, orada ciddi şəkildə onlar öz münasibətlərini ortaya qoymadılar. Yəni orada Paşinyanın fikri o idi ki, həmin o deməli mətbuat konfransında verilən suala cavab ki, yox, biz bu xəttdən geri dönməyəcəyik. Yəni biz ancaq burada söhbət seçimdən getmir. Onun fikrincə çox düz dedi bayaq Nigar xanım. O dedi ki, mən istəyirəm ki, biz bu ölkəni elə bir balanslaşdırılmış bir siyasət aparaq. Nə Rusiya yönümlü, nə Avropa İttifaqı yönümlü. Biz istəyirik ki, Ermənistanın öz maraqlarından çıxış edək və bu onu göstərir ki, bu artıq yeni bir baxışdır. Ümumiyyətlə onun xarici siyasətinə. İndiyə kimi bu daha çox Rusiya yönümlü bir dövlət olub və Rusiya da bunu belə də başa düşür. İndiki reallıqda ən təzadlı vəziyyət mənə elə gəlir ki, Gürcüstan və Ermənistandadır. Çünki Azərbaycan həmişə belə bir balanslı siyasət həyata keçirdi. Buna görə biz tamamilə başqa bir mərhələdəyik. Ancaq bu iki dövlət, Cənubi Qafqazın biz götürürük ümumiyyətlə bir vahid bölgə kimi gündəmə gəlməsi üçün hər iki dövlət tamamilə balanslaşdırılmış bütün maraqlı tərəflərə istiqamətdə yeni bir siyasət aparmalıdırlar. Yəni bu nə Rusiya yönümlü, nə Qərb yönümlü, nə Avropa İttifaqı yönümlü, ya ABŞ yönümlü olmalı deyil. Bölgə özü birləşməlidir, birgə balanslaşdırılmış bir strateji muxtariyyət əldə edərək güclü bir bölgə olmalıdır. Bu bölgəni yaratmaq üçün bizə imkan verəcəklər, bu böyük bir sualdır. Ancaq mənə elə gəlir, dövlətlər özləri burada və liderlər o siyasəti aparmağa çalışmalıdırlar, addım və addım. İndi nə dərəcədə Paşinyan hökuməti bugün parlamenti avqusta qədər nəhayət formalaşdıra biləcək, özünə görə sualdır. Yadınızdadır, Alen Simonyan dedi ki, mən artıq istəmirəm, iştirak eləyəm, ümumiyyətlə, deputat olmaq istəmirəm. Bu elə Paşinyan özü üçün də mən belə başa düşdüm ki, çox böyük bir maraqlı bir sual idi ki, əgər bunun keçmiş spikeri bugün deyirsə ki, mən bilmirəm, mən deputat olmaq istəmirəm. Burada onda hansı proseslər gedəcək Ermənistanın özündə? Amma dedi ki, mən Nikol Paşinyansız siyasəti düşünmürəm, o bəyanatı. Paşinyansız, bəli, ancaq deputat olmaq istəmirəm. Proseslərdə amma çox aktiv iştirak etdi, biz gördük. Son sualımı verim, yəni cəmi 2 dəqiqəmiz var, düzdür, bu Ermənistan siyasəti ilə bağlı deyil. Çin Xalq Respublikasının sözcüsü Ciakun, yəni Xarici İşlər Nazirliyinin, o deyib ki, Hörmüz boğazı məsələsi ilə bağlı, yəni tamaşaçılarımızı təbii bu sual çox düşündürür. Orada ədalətli bir, yəni uyğun həll yolu tapılmalıdır. Deməyib ki, əvvəlki, yəni status quo-ya qaydaq, əvvəlki vəziyyətə qaydaq və yaxud da indiki vəziyyət. Bu ədalətli, yəni yol nə deməkdir? Hüseyin müəllim. Bilirsiniz, Hörmüz boğazı ətrafında yaxın və orta şərqin deyil, eyni zamanda dünyanın iqtisadi, siyasi maraqlarının bir qütbləşdiyi bir nöqtədir bu boğaz. Və burada ədalətli qərarın və ədalətli bir yol ticarət düzgün həllini tapmalıdır. Düzgün həllinin tapılması, Hörmüz boğazı ilə bağlı məsələlərin düzgün həllinin tapılması məsələsinin dedikdə, mən düşünürəm ki, burada daha çox yalnız hansısa güclərin, hansısa tərəflərin, hansısa regional qütbləşmələrin maraqlarının deyil, bütünlükdə dünya dövlətlərinin hər biri üçün olan maraqların qarşılıqlı şəkildə nəzərə alınması tendensiyasını gündəmə gətirilir və həm də onu da düşünmək olar ki, məhz bu qərar, düzgün qərar bütün dünya dövlətlərinin məhz maraqlarını, həm siyasi maraqlarını, həm iqtisadi maraqlarını nəzərə alacaq bir demək, dəhlizin, gedişin, gəlişin təmin olunması ilə bu problemi bir dəfəlik həll etmək olar. Bəli, təşəkkür edirəm Hüseyin İbrahimov, siyasi şəxsçi və Azərbaycan Parlamentinin deputatları Gülşən Paşayeva, Nigar Məmmədova. Çox sağ olun. Maraqlı müzakirələrə, mülahisələrə görə, təhlillərə görə. Əziz tamaşaçılar, proqramımızı yekunlaşdırırıq. Təbii ki, Avropa İttifaqı ilə münasibətlər dövlətimizin prioritetlərindən biri hesab olunur. Amma indiyə qədər mövcud olmuş, Avropa İttifaqının ucbatından mövcud olmuş problemlər də olub. Ümid edək ki, bundan sonra Avropa İttifaqı bu məsələlərdə də Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün real addımlar atacaq deyərək proqramımızı yekunlaşdırırıq. Sağ olun, gəlin görüşlərdir.